Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Ağstafa çay hidroqovşağının istismar idarəsi su anbarı və anbardan çıxan 2 ədəd sağ və sol magistral kanallarla birlikdə Qərb regionunun ən böyük hidrotexniki qurğusudur və regionun iqtisadiyyatında mühüm rol oynayır. Su anbarının əsas fəaliyyət istiqaməti sel və yağış sularını toplayaraq quraqlıq və suvarma mövsümündə Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarının 57,5 min hektar əkin sahələrini suvarma suyu ilə təmin etməkdən ibarətdir. Ambarın su tutumu 120 milyon kubmetrdir. Bugünkü günü ambarımızda 95 milyon kubmetr su yığılmışdır. Bu da ötən ilə müvafiq dövrlə müqayisədə 3 milyon kubmetr artıq su deməkdir. Hal-hazırda bir ay yaxında suvarma mövsümünə başlanmışdır. Suvarma mövsümü ərzində, bu bir ay ərzində rayonlara 24.524 milyon kubmetr suvarma suyu verilmişdir. Bunun 4 milyon 857 milyon kubmetri Qazax rayonuna, 4 milyon 864 milyon kubmetri Tovuz rayonuna, 14 milyon 524 milyon kubmetri isə Ağstafa rayonunun əkin sahələrinə verilmişdir. Hal-hazırda suvarma mövsümü davam edir. Əkin sahələrində məşğul olan fermerlər, yəni bol suvarma mövsümünün axırına kimi bol suvarma su ilə təmin olunacaqlar. Təsdiq edilən plana əsasən 2026-cı istismar ilində idarə tərəfindən suvarma mövsümünün mütəşəkkil keçirilməsi, su itkilərinin qarşısının alınması, suyun maneəsiz və vaxtında istehlakçılara çatdırılması üçün bir sıra tədbirlər görülüb. Yaz aylarında başlayan yağış və sel nəticəsində ambarın maksimum doldurulmasına nail olunub. Suvarma mövsümünü uğurla başa çatdırmaq üçün nöqsan və çatışmazlıqlar aradan qaldırılır. Belə ki, bütün hidrotexniki qurğulara, elektrik və mexaniki avadanlıqlara baxış keçirilir. Maşın, mexanizmlər və nəqliyyat vasitələri saz vəziyyətdə saxlanılır. Su buraxıcı qapıların sıradan çıxmış rezinləri, korroziyaya uğramış metallar və elektrik naqilləri yenisi ilə əvəz olunur və rənglənir. Su anbarında çay vasitəsilə gələn və suyun üzərində yığılan məişət tullantıları, ağaclar, plastik kütlələr dərhal ərazidən toplanır. Hal-hazırda durduğumuz ərazi Ağstafa çay sahil magistral kanalının Pikət 65-ci hissəsidir. Bu həmin bu hissə uzun müddət istismar olunduğundan kanalda beton üzlük aşınmışdır və bu da su itkilərinə gətirib çatmışdır. Tərtib olunmuş və təsdiq olunmuş tədbir planına əsasən bu hissədə 9 metr sahədə beton üzlük əsası təmir olunmuşdur və istifadəyə verilmişdir. Bundan başqa su mövsümü başlanana qədər 3 ədəd hidrometrik post, 2 ədəd hidrotexniki qurğu cari təmir olunmuşdur. 50 ildən təmizləmədə 798 kubmetr ildən təmizləmə işləri görülmüşdür. 32 min kvadrat sahədə isə kol-kösdən təmizləmə işləri aparılmışdır. Qeyd edək ki, Ağstafa çay su anbarı 1969-cu ildə tikilib. Ambarın açılışı 1971-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə baş tutub.